O elə bir hörmətli qapı idi, elə bir hörmətli ev idi ki, Peyğəmbər onun qarşısında təzimlə dayanıb deyirdi. Hər dəfə namaza gedəndə 6 ay dalbadal Peyğəmbər təzimlə qızının qapısının qarşısında dayandı. Əssəlamu aleykum ya əhlə beytün nübuvvə. Onlara təzimlə, ehtiramla salam verib keçirdi. Hər gün Peyğəmbər bu işi görürdü. Həmin o Peyğəmbərin hörmət elədiyi evə hücum olması çox böyük bir faciədir. Ki, o evin hörmətini sındırmaq istədilər. O evin ki, orada Allahın nuru var idi. Allahın nuru var, həmişə də olacaq. O kiçik ev idi ki, göylərdə çox əzəmətli idi. Çox nurani idi. O, Fatimənin evi idi. Odur ki, bu qapıdan əl çəkməyək, bu qapıda olaq, bu qapıdadır, hər şey bu qapıdadır. Qiyamət günü cənnətdə deyirlər, günəş olmaz. Möminlərin nuru cənnəti işıqlandırar. O nuru hardan əldə eləmişik? Əhl-i beytin nurudur. Kim qəlbini onlara bağlaya bilibsə, o nur onların qəlbinə axıb, tökülüb, sirayət eləyib.